Gençler salam. Yeni bir video ile karşınızdayım. Bir haftadır kanala video atabilmiyorum. Uzun müddettir düşünürəm ki, nə videosu atım. Dedim təkrar videosu atım. Çünkü riyaziyyat kursunu orada bitirmişəm. Buna göre de dedim bir dənə şey təkrar videosu hazırlayayım paylaşım. 47 sualdan ibarət. Bu birincisi olacaq. İkincisi sən də çəkib paylaşacağım. Videoların uzun olmamağını istəyirəm. Çünki uzun videolar adətən sıxıcı olur və kifayət qədər maraqlı eləməyə çalışıram. Ona görə 47 sual qoymuşam. Part 2 və imtahana qədər yəqin ki, part 3 də yerləşdirərəm. Bu təkrar videosunda, yəni oturub məsələn saatlarla təkrar etməyə ehtiyacınız olmayacaq. Bu videoda e, düsturları, qaydaları falan hamısını toxunmağa çalışacağım ki, sizlərə rahat olsun. Yəni imtahandan qabaq bir təkrar eləyəsiniz ki, hansı mövzularda falan boşluğunuz var, nəyi bilmirsinizsə, gəlib bunları təkrar falan eləyəsiniz özdə. Uzatmaq istəmirəm, çox danışmayacağam. Kanala abunə olub bildirimləri açıq qoyun. Çünki orada riyaziyyat kursunu bitirmişəm, amma yeni inkişaf videoları falan paylaşmağı planlayıram. Önümüzdəki müddət ərzində yəqin ki, çox video yerləşdirəcəm inkişafla bağlı. Bu videonun part 2, part 3'ünü ən qısa zamanda yerləşdirməyə çalışacağam. Test halında hazırlamışam ki, daha maraqlı eləməyə çalışaq videonu. Nəysə, uzatmaq istəmirəm. Başlayaq testimizə. Deməli, birinci sualda bizə deyir ki, natural ədədlər çoxlu hansı hərfinə işarə olunur? Bu, yəqin ki, bilməyən abituriyent yoxdur. Yəni, bilirik ki, natural ədədlər bizdə ən birinci mövzudur və natural ədəd deyəndə nə deyirdik? Sayma zamanı istifadə etdiyimiz ədədlər idi. Yəni, birdən sonsuzluğa qədər sayma zamanı istifadə etdiyimiz ədədlər natural ədədlər və natural ədədlər hansı hərfinə işarə olunurdu? N hərfinə işarə olunurdu. Topluda qarşınıza çıxmaya bilər, amma yenə də yerləşdirmişəm ki, biləsiniz. Ya onu bilməyən düşünmürəm ki, abituriyent olması. Yəni natural ədədlər N hərfinə işarə olunur. Ən kiçik natural ədədimiz hansıdır? Burada ən kiçik natural ədədimiz 1 olacaq. Çoxunuz 0-ı da natural ədəd kimi qəbul edirsiniz. İndi aranızda bəziləriniz ola bilər. Natural ədəd 0 natural ədəd deyil. Nəyə görə? Çünki biz demişik ki, natural ədədlər nədir? Sayma zamanı istifadə etdiyimiz ədədlər. Bəzi abituriyentlər götürür sayma zamanı məsələn 0-dan başlayır 0, 1, 2, 3, 4, 5 sayır və deyir ki, mən 0-ı istifadə edədimsə 0-ı niyə natural ədəd kimi götürməyim? Natural ədəd dediyimiz şey məsələn tutalım ki, mən 2 dənə qələm götürmüşəm və buna deyirəm ki, mənim 2 dənə qələmim var. Yəni mən bunu saya bilirəm. 2 qələm deyirəm. Amma 0 bir şey götürmək olmur. Ona görə də 0 natural ədəd deyil, 0 tam ədəddir. Bunu da nəzərinizə çatdırım. Ən kiçik natural ədədimiz hansı olacaq? Onda cavabımız olacaq 1. Üçüncü sualda deyir ki, hansı ədəd həm 2, həm də 3-ə eyni anda bölünür? Bu, natural ədədlər bölməsində bölünmə əlamətlərinə aiddir. Bu ədəd 2-yə bölünürsə, deməli, bu ədəd cüt olacaq və bir də 3-ə bölünürsə, 3-ə bölünmə əlamətimiz olmalıdır. Deməli, birinci cavabda deyir ki, sonu cüt olan və rəqəmlərin cəmi 3-ə bölünən ədəd. Sonu cüt olan və rəqəmlərin cəmi 3-ə bölünən ədəd bu olacaq. Yalnız sonu 6 ilə bitən ədəd yox, bu heç əlaqəsi yoxdur. Rəqəmlərin cəmi 2-yə bölünən ədəd bu da yoxdur. Bölmə əlamətlərində ən sonuncu variantda deyir ki, sonu tək olan və rəqəmlərin cəmi 3-ə bölünən ədəd. Bunun da əlaqəsi yoxdur. Bölmə əlamətlərində biz demişdik ki, sonu cüt olan ədəd 2-yə bölünəcək. 3-ə bölmə əlaməti necə idi? Rəqəmlər cəmi 3-ə bölünürdü. 4-ə bölmə əlamətində demişdik ki, biz nə edirik? Ədədin son 2 rəqəmi 4-ə bölünürsə, ədəd 4-ə bölünür və bir də 0 ilə bitirsə də onda da 4-ə bölünürdü. Yəni sonda 2 yerdə dayanan ədəd. 5'e bölünmədə demişdik ki, sonu 0 və 5 olan ədədlər 5'e bölünürdü. 6'ya bölünmədə demişdik necə olurdu? Həm 2, həm 3'ə bölünən ədədlər də 6'ya nə edəcəkdi? Bölünəcəkdi. İndi burada cavabımız nə olacaq? Birinci bəndə olacaq. Sonu cüt olan və rəqəmlər cəmi 3'ə bölünən ədəd. İndi keçək 4-cü suala baxaq. Deyir ki, qarşılıqlı sadə ədədlərin əbubu nəyə bərabərdir? Qarşılıqlı sadə ədədlərin əkobu onların hasinə, əbubu 1-ə bərabərdir. Bu, natural ədədlər bölməsində qarşılaşacağımız ən, necə deyim, ciddi suallardan biridir ki, buraxılışda da, sınavlarda da qarşımıza test-test çıxır. Onların hasinə bərabər olması üçün burada əkob olmalıydı. Burada əkobu qeyd eləsəydi, onda onların hasinə bərabər olardı. Amma bizə deyir ki, əbub nəyə bərabərdir? 1-ə bərabər olmuş olacaq. 5-ci suala baxaq. Deyir ki, hansı kəsir düzgün olmayan kəsir adlanır? Bu, adi və onluq kəsirlərlə bağlıdır. Düzgün olmayan kəsirdə biz demişdik ki, bu sualda buraxılışda falan qarşınıza çıxa bilər. Məsələn, kəsir verər, deyər ki, kəsir düzgün olmayan kəsirdir, məhsulun ala biləcəyi qiymətləri falan tapın. Düzgün olmayan kəsirdə nə olmalıdır? Ya surət məxrəcə bərabər olmalıdır, ya da məxrəcdən böyük olmalıdır. İndi baxaq cavablara. Surət məxrəcdən bərabər və yaxud da ondan böyük olarsa, bu düzgün olmayan kəsir olacaq. Düzgün kəsirdə isə surət məxrəcdən kiçik olmalıdır. Ki, bunu da mütləq bilmək lazımdır. Keçək 6-cı suala baxaq. Deyir ki, kəsirin əsas xassəsi nədir? Bilmirəm bunu bilirsiniz, amma qarşılaşmaq ehtimalınız yoxdur. Amma
Kəsrin əsas xassəsi nədir? Kəsrin əsas xassəsi odur ki, kəsr sürət və məxrəcini eyni bir natural ədədə vurduqda və böldükdə kəsrin qiyməti heç vaxt dəyişməyəcək. Cavabımız olacaq birinci bənd, yəni A bəndi. Deyir ki, onluq kəsri 100-ə vurduqda vergül necə sürüşür? Yəqin ki, bunu da bilirik ki, vurma zamanı onluq kəsri 100-ə vurduqda vergül neyniyəcək? 2 rəqəm sağa sürüşmüş olacaq. Yəni, bunlar əsas basic şeylərdir, riyaziyyatın təməl qaydalardır. Dedim ki, bu hissələri biraz asan qoyum, sona doğru daha necə deyim, çətinləşdirərik. Çətin də deyil əslində. Bu nədir? Düsturları, qaydaları falan təkrar məqsədilə bunu belə hazırlamışam ki, sizlərə yəni oturub çoxlu vaxt ayırıb 2 saat, 3 saat vaxt ayıracağınızda bir sınaq işləyirsiniz. Ona görə də belə bir şey elədim ki, free time-larınızda, boş vaxtlarınızda istəyir yemək yeyəndə olsun, istəyir nə bilim, gəzəndə olsun, çıxanda olsun, nə olursa olsun, vaxt ayırıb bu videonu izləyəsiniz. Deməli, cavabımız nə oldu? 2 rəqəm sağa sürüşmə oldu. Saf dövrü onluq kəsir hansıdır? Bunu da bilmək lazımdır. Biz dövrü onluq kəsirlərdən danışanda saf və qarışıq dövrü onluq kəsirlər haqqında danışmışdıq. Demişdik ki, saf dövrü onluq kəsir vergüldən dərhal sonra dövrümüz başlayacaq. Qarışıq dövrü onluq kəsirdə necə olurdu? Vergüldən 1-2 rəqəm sonra dövrü onluq kəsirimiz başlayırdı. Burada da söhbət nədən gedir? Saf dövrü onluq kəsirdən gedir. Ona görə də bizim cavabımız olacaq 0,4-5 olan cavabımız. Bəs dövrü onluq kəsiri kəsrə necə çevrilir? Yəni adi kəsrə necə çevirirdik? Demişdik ki, mötərizədəki ədədlərin sayı qədər 9-dan istifadə edirik. Əgər məsələn 0 yox, burada məsələn tam ədəd yanarsa, onu biz kəsrin qarşısında yazırıq, tam hissəsinə yazırdıq. Dedik, mötərizədəki rəqəmlərin sayı qədər 9 yazırıq, mötərizəyə qədərki rəqəmlərin sayı qədər nə yazırdıq? 0 yazırdıq. Məsələn, burada məsələn 0-dan dövrdə 2, mötərizədə 3 verib. Bu olacaq 90-da. Surətdə də yazırdıq ki, 23, yəni ədəd, dövrə qədərki ədəd və dövrün içindəki ədəd bir yerdə götürürdük. 23 çıxılsın 2 şəklində onu qeyd edirdik. Deməli, burada saf dövrü onluq kəsirimiz hamısı oldu? 0,5 oldu. Bir həddinin standart şəkli nədir? Bir həddinin standart şəkli deyəndə biz nə nəzərdə tuturuq? Burada cavabımız B bəndə olacaq. Birinci yerdə ədədi vuruq, sonra isə müxtəlif dəyişənlərin qüvvətləri gələn şəkildir. Ki, məsələn, verə bilər, bir həddi verər, 5 verər, A kvadratı verər, B kubu verər, sonda da bir dənə məsələn A üstü 3 verər. Deyər ki, bu bir hədli standart şəkildədir. Standart şəkildə olmayacaq. Standart şəkildə olmasından ötürü hamısı bir yerdə olmalıdır. Yəni 5, A üstü 5, B kubu şəklində olmalıdır ki, o bir hədli standart şəkildə olsun. Cavabımız olacaq ikinci variant. Deyir ki, müxtəsər vurma düsturunun açışı hansıdır? Buraxılışda bizə ən lazım olan qaydalardan biri də müxtəsər vurma düsturlarıdır. Çox yerdə qarşımıza çıxacaq. Burada indi qeyd edib A çıxılsın B-nin kvadratının açışını verir. A çıxılsın B-nin kvadratının açışı bizdə A kvadratı çıxılsın B kvadratı. Ortada çıxma olduğuna görə də çıxılsın 2AB olacaq. Yəni cavabımız hansı bəndə olacaq? Bu üçüncü bənd, yəni C bəndə olacaq. Burada deyir ki, ifadəsi nəyə bərabərdir? Kökün altında, yəni kvadrat kökdə bizə cüt dərəcədən verirsə, biz ixtisar aparan, yəni kökün altına ədəd çıxardan. Çünki burada A bizdə parametrdir. Kökün altında A kvadratı verirsə, biz onu bərabər yazıb modul A yazmalıyıq. Modul A yazmasaq, çünki necə deyim, düzgün sayılmayacaq. Cüt dərəcədən kökün altı heç çox mənfi ola bilmədiyinə görə modul A şəklində biz onu qeyd etmiş olacağıq. 12-ci sualda deyir ki, kəsrin məxrəcinin irrasionallıqdan azad etmək üçün ifadəsini nəyə vurmaq lazımdır? Bu da yenə bizə ən lazım olan qaydalardan biridir. Kəsrin məxrəcinin irrasionallıqdan azad etməkdən ötürü biz onun məxrəcin qoşmasına vurmaq lazımdır. Kursun daxilində bunların hamısı haqqında danışmışam. Qoşma deyəndə də məsələn kök altı 3 çıxılsın 1-in qoşması nədir? Kök altı 3 üstə gəlinsin 1. Yəni hasili yazanda bu tam ədəd olsun. Yəni ədəd irrasionallıqdan çıxsın. Qoşmasına vuranda və bizə dedi ki, irrasionallıqdan azad edin. Deməli, bunun qoşması nə oldu? İfadəsini nəyə vurmaq lazımdır? Kök altda 3 üstə gəlsin, 1-ə vurmaq lazımdır. Məxrəc. Məxrəci sürəti, yəni ikisini də çaşdım, üzr istəyirəm. Kompleks ədədlər üçün xəyali vahid i kvadratı nəyə bərabərdir? Kompleks ədəd haqqında danışırsa, biz demişik kompleks ədəd nədir? Z bərabərdir A üstə gəlsin B idi. Və burada bizə i ən əsas rol daşıyırdı. I kvadratı, i-nin i kvadratı, i kubu, i üstü 4-ü bilsək bizə kifayətdir. Çünki artıq i-nin qüvvətləri artanda biz onun qiymətini tapmaq üçün o qüvvəti 4-ə bölüb alınan qalıqdan onun nəticəsini çıxarırdıq, tapırdıq. Bizə burada i kvadratını deyir deyənə, i kvadratı nəyə bərabər olacaq? -1-ə bərabər olmuş olacaq.
14-cü suala baxaq. Gördüyünüz kimi qarşımıza çıxdı. Deyir ki, kompleks ədədin modulu necə hesablanır? Kompleks ədədin modulu da yenə bizə çox lazım olan bir qaydadır, çox lazım olan bir düsturdur. Kompleks ədədin modulunu tapmaq üçün kökün altında a kvadratı həqiqi hissə əmsalı, üstə gəlsin b kvadratı, xəyali hissə əmsalı bizə onun modulunu vermiş olacaq. Yəni cavabımız olacaq ikinci bənd. Əsas trigonometrik enlik hansıdır? Trigonometriyadan danışırıqsa, trigonometriyada danışacağımız enlik. Birincisi nədir? Sinus kvadrat alfa üstə gəlsin kosinus kvadrat alfa bərabərdir 1-ə. Daha sonra artıq buradan müəyyən çevirmələr eləyib digər düsturları da əldə edilir. Amma bu düsturu mütləq bilmək lazım ki, sinus kvadrat alfa üstə gəlsin kosinus kvadrat alfa bərabərdir nəyə? 1-ə. Cavabımız olacaq 3-cü, yəni C bəndi. 16-cı suala baxın. Sinus alfa funksiyasının qiymətlər çoxluğu hansıdır? Biz funksiyada danışanda demişdik ki, təyin oblası x-in ala biləcəyi qiymətlərdir. Qiymətlər çoxluğu isə y-in ala biləcəyi qiymətlərdir. Burada da bizə deyir ki, funksiyanın ümumi, yəni sinus alfanın ala biləcəyi qiymətləri hansıdır? Bizim aralığımız həmişə nə olacaq? -1, 1 aralığı olmuş olacaq. Hansı ədədlər mürəkkəb ədədlər adlanır? Mürəkkəb ədədlər nə idi? Sadə ədəd demişdik ki, yalnız özünə və 1-ə bölünən ədədlərə deyilir. 1 nə sadə, nə mürəkkəb ədəd deyil. Mürəkkəb ədədlər isə nə idi? Özündən, yəni 2-dən çox bölünən olan ədədlər biz nə demişdik? Mürəkkəb ədədlər demişdik. Burada da cavabımız nə olacaq? 2-dən çox bölünən olan natural ədədlər olmuş olacaq. 0 natural ədəddir. Bunu başda qeyd elədim. 0 natural ədəd deyil. Çünki biz 0 sayını istifadə eləmirik. 0 natural ədəd deyil. Çox uzun natural ədəd kimi götürürsünüz, amma deyil. Birinizə nə deyil? Bəli, ən kiçik natural ədəddir. Səhvdir, xeyr, natural ədəd deyil. Cavabımız bu bənd olmuş olacaq. Ədəd 4-ə nə zaman tam bölünür? Bunu da yenə qeyd elədim. Başlarda ədədin son 2 rəqəminin, yəni əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. Deyir ki, son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölündükdə və ya sonu 0-0 olduqda ədəd nə olacaq? 4-ə bölünmüş olacaq. 20-ci sualda deyir ki, əkyob AB bərabərdir. AB şərti nə zaman ödənilir? Biz bunu da bayaq qeyd elədim. Dedik ki, əgər A və B qarşılıqlı sadə ədədlər olarsa, onların əkyobu hasilinə, əbob isə nəyə bərabərdir? 1-ə bərabərdir. Ədədlər qarşılıqlı sadə olduqda şərt ödənəcək. 21 kəsirləri müqayisə edərkən məxrəclər bərabərdirsə, hansı kəsir böyükdür? Deyir ki, kəsirləri müqayisə edirik, məxrəclərimiz bərabərdir. Kəsir müqayisəsi üçün biz 3 şərtdən danışmışdıq. Birinci şərtimiz, məxrəclər bərabərdirsə, kəsirin surəti böyük olan böyük olacaq, surətləri bərabərdirsə, məxrəci kiçik olan böyük olacaq və bir də 3-cü qaydada demişdik ki, əgər məsələn biz onlara ortaq məxrəci gətirə bilmirsə, çünki müqayisə eləyəndə adətən kəsirin məxrəcləri fərqli verilir. Ya surəti bərabər eləmək lazımdır, ya da məxrəci bərabərləşdirmək lazımdır. Biz buna ortaq məxrəci gətirmək deyirdik. Bunu eləyəndə, yəni nəticəmiz böyük alınırsa, biz burada surəti məxrəci bölməkdən istifadə edərək də tapırdıq. Bu üç qaydanı da mütləq bilmiş olduq ki, bizdə də deyir ki, məxrəclər bərabərsə hansı kəsir böyük olacaq, surəti böyük olan bizdə böyük olacaq. 22-ci sual, qarışıq ədədi düzgün olmayan kəsirə necə çevrilir? Bunu da yenə qoymuşam. Bu da qaydalar, yəni kursun daxilində bunların hamısı haqqında danışmışam. Qarışıq ədədi düzgün olmayan kəsirə çevirmək üçün tam hissəni məxrəcə vurub surəti əlavə edirlər. Məxrəc olduğu kimi nə edəcək qalmış olacaq. Bunu da yəqin ki bilirsiniz, sadə bir qaydadır. 23-cü sualda deyir ki, onluq kəsiri adi kəsir kimi nəyə bərabərdir? Onluq kəsir adi kəsir kimi oxuyanda nə deyirik? 0-dan 1000-də 125. Bunu kəsir kimi göstərəndə məxrəcə 1000 yazırıq, yuxarı 125 yazırıq. 125 ilə də 1000 ixtisar gedir, cavabımız olur 8-də 1 olmuş olur. Düzdür, biraz suallar sadə görünmüş ola bilər. Bu part 1 idi deyənə dedim belə bir suallar yerləşdirim. İndi part 2, part 3-ü də yəni hissə 1, hissə 2-ni də çatdırıb yerləşdirə bilsəm, orada artıq biraz daha dərinlərə düşərik, daha dərin bir təkrarlar eləmiş olarıq. Çox həddinin dərəcəsi qüvvətini necə müəyyən edir? Çox həddidə, bir həddidə dərəcənin qüvvəti tapmaq üçün, bir həddinin dərəcəsini tapmaq üçün əmsalı çıxaq, yerdə qalan dəyişənlərin qüvvətlərini toplayıb o bir həddin necə dərəcəsi kimi müəyyən edir. Amma çox həddinin dərəcəsini tapmaq üçün biz onun ən böyük dərəcəsini götürürük. Yəni tərkibində ən yüksək dərəcəli bir həddinin dərəcəsi bizdə nə olacaq? Dərəcəsi olmuş olacaq. 26-cı sualda deyir ki, hadisənin nəticəsi nədir? A plus B A çıxılsın B. Bu da yəni müxtəsər vurma düsturuna aiddir. Bunların hadisəsini tapanda bunlar bizdə A kvadrat çıxılsın B kvadratın açışını verəcək. Müxtəsər vurma düsturlarını mütləq və mütləq imtahana getməmişdən qabaq təkrar edin. Çünki sizə çox lazım olacaq o. Kublar cəmi düsturu hansıdır? A kubu üstə gəlsin, B kubun açışın yəqin ki bilirik. A üstə gəlsin B vurulsun, A kvadrat çıxılsın AB üstə gəlsin B kvadratı olacaq. Yəni birinci variant bizdə olmuş olacaq.
Bir həddin əmsalı 0 olarsa onun qiyməti nəyə bərabər olar? Təbii ki, 0-a bərabər olar. Çünki bir həddə əmsal böyük rol oynayır. Əmsal 0 olarsa bir həddimiz 0-a bərabər olmuş olacaq. Deyir ki, 29 kökaltı A vurub kökaltı B ifadəsi nəyə bərabərdir? Burada dərəcələrimiz eynidir. Bizə bunun hadisəsini soruşur. İkisinin də dərəcəsi cüt dərəcədən, yəni kökün altında A-dır, B-dir. Bunun hadisəsi kök altında AB olacaq. Burada məsələn dərəcələrimiz fərqli olsa, biri kök altında AB olar, biri 3-cü dərəcənin kökün altında B ola bilər. O zaman biz bunların hadisəsini tapmaq üçün onları eyni dərəcəyə gətirməliyik. Çünki 3 ilə 2 əkab nədir? 6-dır. 6 olanda kökün altında olacaq. 6-nı bir dəfə 2-yə bölüb kökün altında dəyişənin üstündə yazacağıq. Bir dəfə də 3-ə bölüb kökün altında dəyişənin üstündə yazacağıq ki, bunu da bilmiş olun. Kökün dərəcəsi cüt olarsa kökaltı ifadə necə olmalıdır? Kökün dərəcəsi cütdürsə kökaltı ifadə həmişə mənfi olmalı, yəni 0-dan böyük bərabər olmalıdır. Bunu da mütləq şəkildə bilin. Ax bərabərdir B tənliyində A0 və B fərqli 0 olarsa tənliyin neçə kökü var? B-ni bu tərəfə getirsə ümumi halımız Ax çıxılsın B fərqli 0 olacaq. Bu bizə deyir ki, A0-dırsa tənliyin neçə kökü olacaq? Burada x A0 olduğuna görə x sıradan çıxır. X sıradan çıxdığına görə də bu tənliyin nə olacaq? Kökü olmayacaq. 31-ci sualda deyir ki, kvadrat tənlikdə diskriminant 0 olduqda nə baş verir? Diskriminant 0-dan kiçik olanda, yəni yadımıza salaq, diskriminant 0-dan kiçik olanda tənliyin həqiqi kökü olmurdu. Diskriminant 0-a bərabər olanda 1 kökü və yaxud da 2 bərabər kökü olurdu. Diskriminant 0-dan böyük olduqda isə tənliyimizin 2 müxtəlif kökü olmuş olacaq. Biz də burada diskriminant 0 kiçikdir 0 deyir. Onda nə olacaq? Tənliyin həqiqi kökü olmayacaq. Viet teoremi kvadrat tənliyi haqqında danışırsa, Viet teoremi burada mütləqdir. Viet teoreminə görə x kvadrat üstəgəlsin x plus 2 tənliyində köklər cəmi nəyə bərabərdir? Köklər cəmimiz əks işarə ilə p-yə, hasili isə q-yə bərabər olmuş olacaq. Yəni bizdə də deyir ki, köklər cəmi nəyə bərabər olmuş olacaq? Mənfi p-yə bərabər olmuş olacaq. Bir də bir şey deyim ki, bəzən çaşırsınız, kvadrat tənliyi verir. A-nı verir, yəni x kvadratın qarşısında bir ədəd verir, 2 verir, 3 verir, 4 verir və götürüb bu teoremi ona tətbiq eləmiş olursunuz. Viet teoremi çevrilmiş kvadrat tənliyi üçün keçərlidir. Yəni ilk öncə siz hər tərəfi A əmsalına bölüb, sonra Viet teoremini ora tətbiq eləməlisiniz. Cavabımız nə olacaq? Mənfi P olmuş olacaq. Deyir ki, tənliyin hər iki tərəfini sıfırdan fərqli eyni bir ədəddə vurduqda nə baş verir? Bu şərt olaraq biz buna deyirik ki, eyni güclü tənliy alınır. Tənliyin kökünə bu təsir eləmir. Tənliyi həll edəndə yəqin ki, bunu tətbiq eləmisiniz. Cavabımız olacaq ikinci variant B bəndi. 34-cü sualda deyir ki, kompleks ədədin qoşması hansıdır? Kompleks ədədin qoşması haqqında da danışaq. Kompleks ədəd verilərsə, biz bu qoşmanı bir də harda tətbiq eləyəcəyik? Kompleks ədədin bölünməsində də demişdik ki, nə edirik? Onun məxrəcini, kompleks ədədin məxrəcinin qoşmasını vururuq. O şəkildə onun bölünməsini hesablayırıq. Qoşmasını da tapmaq üçün normalda kompleks ədədimiz z bərabərdir A üstəgəlsin B idi. Onun qoşması z bərabərdir A çıxılsın B şəklində olacaq. Yəni burada 3 üstəgəlsin 4-ü veribsə, bizim qoşmamız 3 çıxılsın 4 şəklində olmuş olacaq. İ kubu xəyali vahidin kubu nəyə bərabərdir? İ kubun biz hazır şəkildə də yadda saxlaya bilərik və yaxud da i kubun i kvadratı vurulsun i şəklində də yadda saxlaya bilərik. I kvadratın demişik nədir? Mənfi 1-dir. Mənfi 1 də i-yə vuranda cavabımız nə olmuş olacaq? Mənfi i olmuş olacaq. 36-cı sual. Burada biraz uyğunsuzluqlar ola bilər. Çünki birinci səfər idi belə bir şey yığırdım. Test yığırdım, yığırdım. Ona görə də uyğunsuzluqlar ola bilər. Part 2, part 3-də bunları düzəldəcəm. Deyir ki, kompleks ədədin trigonometrik şəklində mötərizə daxilindədirsə, mötərizənin daxili necə olacaq? Mötərizə xaricindədirsə, üzr istəyirəm. Z bərabərdir, R vurulsun. Kompleks ədədin mötərizənin daxilində kosinus fi üstəgəlsin i sinus fi olacaq ki, bunu da mütləq bilmək lazımdır. Muavir düsturudur, kompleks ədədin trigonometrik şəkildə göstərilməsidir. Bunlar əsas qaydalardır. Bunları da mütləq, yəni bilməsəz, eləməsəz gözdən keçirin. 37-ci sualda deyir ki, ədədində B0 olarsa bu ədəd necə adlanır? Biz demişdik ki, A həqiqi hissə əmsalıdır, B xəyali hissə əmsalıdır. Burada deyir B0-dır. B0 olanda onda Z bərabərdir A olur. Bu həqiqi ədəd olur. Əgər A0 olarsa Z bərabərdir B olacaq. Bu da xəyali ədəd, yəni xalis xəyali ədəd adlanacaq. Burada ona görə B0 olanda Z bərabərdir A-dırsa nə olacaq? Həqiqi ədəd olmuş olacaq. Deyir ki, kosinus bərabərdir mənfi alfa nəyə bərabərdir? Trigonometriyada bizdə kosinus alfa cüt funksiyadır. Sinus, tangens, kotangens tək funksiyadır. Biz də demişdik ki, funksiya bölməsində keçib dərsdə də baxa bilərsiniz.
Cüt funksiyanın qaydası necə idi? Mənfini udurdu. Yəni lore dildə də belə normal dildə deyəndə deyir ki, mənfini udurdu. Yəni burada cosinus bərabər mənfi alfa verilibsə, bizim cavabımız nəyə bərabər olacaq? Cosinus alfaya bərabər olmuş olacaq. Çünki cüt funksiyadır. Tangens alfa hansı rüblərdə müsbətdir? Bunu da mütləq bilmək lazımdır. Bu da bizə lazım olan bir şeydir. Tangenslə kotangens 1/3 rüblərdə müsbət olurdu. Sinus alfa 1/2 rüblərdə müsbət olurdu. Tangens 1/4, üzr istəyirəm, kosinus 1/4 rüblərdə müsbət olmuş olurdu. Bizə deyir hansı rüblərdə müsbətdir? 1/3 rüblərdə cavabımız olur ikinci. Sinus 2 alfanın asılı hansıdır? Trigonometriya düsturlarını mütləq bilmək lazımdır. Yəni trigonometriyanı yaxşı bilmək istəyirsə, düsturları mütləq bilməliyik. Sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfa şəklindədir. Bəs kosinus 2 alfa nəyə bərabərdir? Sinus kvadrat alfa çıxsın, kosinus kvadrat alfa. Birinci cavabımız kosinus 2 alfanın asıçıdır. Bizə deyir ki, sinus 2 alfanın asıçı hansıdır? Cavabımız olacaq ikinci sinus 2 sinus alfa kosinus alfa. Kotangens alfa funksiyasının tərifi hansıdır? Kotangens alfa demişdik ki, nəyə bərabərdir? Tangens demiştik sinüs alfa bölünsün kosinüs alfaya bərabərdir. Kotangens alfa demiştik ki kosinüs alfa bölünsün sinüs alfaya bərabərdir. Cavabımız olur 3-cü bənd. Daha sonra deyir ki ifadəsinin sadələşdirilmiş forması nədir? Qarşınıza çıxır, topluda falan da var. Biz bunu belə bir sual verilən kimi uşaqlar çaşbaş qalır. Bu da yenə a kvadratı çıxılsın b kvadratının açılışıdır. Bunların hasilini tapanda bizdə ümumi cavabımız olacaq a çıxılsın b şəklində, yəni 3-cü variant olmuş olacaq. Daha sonra burada 43-cü sual deyir, kvadrat təminin kökləri cəmi sıfıra bərabərdirsə, bu necə təmin olmuş olacaq? Kvadrat təminin kökləri cəmi sıfıra bərabərdirsə, köklər eynilik deyil, xətti təmini deyil, natamam kvadrat təmini olacaq. Çünki b nəyə bərabər olmuş olacaq? Sıfıra bərabər olmuş olacaq. Natamam kvadrat təminidə də demişdik ki, s də sıfıra bərabər olsa, bu da natamam kvadrat təmini olacaq. Yəni kvadrat təmini, tam kvadrat təmini olması üçün x kvadrat üstə gəlsin b, ax kvadrat üstə gəlsin bx üstə gəlsin c şəklində olmalıdır. A-dan mütləq nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Çünki a sıfıra bərabər olanda artıq x kvadratı yoxa çıxır və normal xətti təmini alınır. Bunları da mütləq bilmək lazım. X kvadratı bərabərdir a təmini, a böyüdür sıfır olduğundan neçə kökü var? Kvadrat tənliyimizdə a sıfırdan böyük olduğu müddətcə həmişə bir müsbət, bir mənfi, yəni 2 dənə kökü olmuş olacaq. 45-ci sualda qarşılıqlı tərs ədədlərin hasili nəyə bərabərdir? Bu da lazımlı bir qaydalardan biridir. Qarşılıqlı tərs ədədlərin hasili həmişə 1-ə bərabərdir. Ədədin modulu hər zaman necə də çıxır? Ədədin modulundan hər zaman müsbət ədəd çıxır. Bunu yəqin ki bilirik, bilmiriksə də mütləq bilək ki, həmişə müsbət ədəd, yəni mənfi olmayan ədəd də deyə bilərik buna. Cavabımız olacaq ikinci variant. Və son sual 47-ci sual müavir düsturu, yəni kompleks ədədin müavir düsturu hansıdır? Müavir düsturu mütləq bilmək lazımdır. Məsələn, kompleks ədəd verir, deyər kompleks ədədin 4-cü dərəcədən qüvvətini tapın. Çaşbaş qalarsınız ki, mən bunu necə tapacam? Müavir düsturu o zaman bizdə işə yarayır. Demişik ki, müavir düsturu z üstə n bərabər r üstə n, kosinus n fi üstə gəlsin, i sinus n fi şəklində hesablanır. Yəni cavabımız olur birinci bənd. Bu qədər 47 dənə sual idi. Ümid edirəm, yəni nəsə təkrar elətdirə bildim sizlərə. Biraz videoda tez danışa bilərəm. Videonun qısa olması üçün edirəm bunu. Çünki uzun videolar sıxıcı olur. Mənə görə, yəqin ki sizə görə də olar. Part 2-də də yəqin ki həndəsi falan toxunacağam. Daha da təkmilləşdirib daha yaxşı video yerləşdirməyə çalışacağam. Bu video bu qədər idi. Yenə də deyirəm, bildirimləri açıb saxlayıb kanala abunə də qalın. O birisi videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.